Ariston kombisinin mən sizə istifadə qaydasını göstərəcəm. Hal-hazırda yay, yəni qış rejimində həm isti su, həm də radiator istifadə etməkdə yanadır. Gördüyünüz kimi alov işarəsi vardı. Radiator sistemimizdə işləyir. Radiator sistemini bağlamaqdan, yəni yay rejiminə keçirməkdən yana on-off düyməsinə bir dəfə basılı saxlarıq. Hal-hazırda yay rejiminə düşdü. Bu Aristonun Kares X modelidir. Yenə də radiator sistemi qoşmaqdan aktiv edirik. İsti suyun temperaturunun artırıb azaldılması, radiator sisteminin artırıb azaldılması. Hər hansı bir qaz kəsintisi olduqda və ya xəta olduqda usta çağırmadan ilk öncə reset düyməsini basılı saxlayın. Sonra hər hansı bir dəyişiklik olması usta çağırın. Komimizin suyunun doldurulması aşağıdakı mavi vintildir. Burada isə manometrdə göstərilibdir ki, 1,5 olması lazım. Hal-hazırda komimizdə 1'dir, biz onu 1,5 edəcəyik.